İdarəetmədən çıxan avtomobilin ağaca çırpılması ölümlə nəticələnib. Ağır yol qəzası dünən saat 21 radələrində Köhnə Ələt-Astara magistralının 2013-cü kilometrliyində Lənkəran rayonunun Bürcəli kənd ərazisində qeydə alınıb. Səpnəkəran kənd sakini Sədir Həmzəyev avtomobillə ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ətrafdakıların köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanaya çatdırılarkən yolda bir nəfər 41 yaşlı Nail Ağayev həyatını itirib, onun meyidi artıq aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində xəsarət alan Sədir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir. Sabirabadda isə avtomobil piyadanı vurub. Hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxad-Əllək kəndi ərazisində qeydə alınıb. Belə ki, yol kənarı ilə hərəkət edən 43 yaşlı Şamu Əsədovu maşın vurub. Piyada ağır kəllə-beyin travması ilə Şirvanşəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Elvin Əkbərov, Elmədin İsmailov, Kənan Qafar, Xəzər xəbər.